Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 19 oktyabr 2025-ci il. Buyurun, baxın əzizləyicilər, gəlmişəm Sabirabadda, şəxsi təsərrüfatda gördüyünüz bu quzuların çəkilişinə gəlmişəm. Salam qardaş, Allah bazar versin, Allah bərəkət versin. Neçə başdır sizdə burada quzu? 70 baş. 70 baş. 70 başdır. Quzular haqqında məlumat verərdiniz. Neçə aylıqdılar hal-hazırda? 6 aylıq. 6 aylıqdılar. 70 başdan neçə baş erkəkdir, neçə baş dişidir, zəhmət olmazsa? 40 baş erkəkdir, 30 baş dişidir. 40 baş erkəkdir, əzizləyicilər. Qalanı isə dişidir. Bunların ümumiyyətcə nə tədbir görmüsünüz, nə iynələr vurulub, yoxsa ümumiyyətcə vurulmayıb? Ağciyər, qaraciyərdə vurulub, qurt dərmanları da atılıb. Deməli, ağciyəri, qaraciyəri olunub, qurd dərmanı atılıb. Nə vaksinasiya olub? Demək, dabağa qarşı olunub, Dabağa qarşı. bir də qurt dərmanı atılıb. Bir də qurd dərmanı. Buyurun, baxın əzizləyicilər. Gördüyünüz bu quzular hal-hazırda Sabirabaddadır. Sağlam quzulardır. Hal-hazırda mən özüm gəlmişəm şəxsən çəkməyə. Sağlamlığına da cavabdehsən. Bəli. 100% də cavabdehdir qardaş. Yəni deyir, nə dabağı var, heç bir xəstəliyi yoxdur. Bunların qardaşım üsbəüs qiyməti nə olacaq? Qiyməti nə oldu qardaşım? 270. 270 manatla 70 başı qardaşımız üsbəüs deyir. Demək olar yarı erkək dişidir. Gördüyünüz kimi içərisində qulaqsız quzular çoxdur. Yəni beyləqan cinsin qarışığıdır. Buyurub baxa bilərsiniz əzizləyicilər. Bunları neçə aydır bura bordağa salmışsınız? Bir aydır bordağa girib. Əvvəl harda otlayıb? Örüşdə. Örüşdə otlayıb, çöldə otlayıb. Qardaş, bunların təmiz ətləri nə qədər olar təxmin? 12-dən başlayır 18-ə qədər. 12 kiloqramdan başlayır 18 kiloqrama qədər. Əzizləyicilər, baxıb görə bilərsiniz. Həqiqətən də quzular göz qabağındadır. Bunlar indi hal-hazırda bordağa yararlıdır, yoxsa kəsimə yararlıdır? İçində kəsimə də yararlı var, bordağa. Deməli, qardaşımız deyir, həm bordağa yararlıdır, bəziləri, həm də kəsimə yararlı. Bordağa hamısı yararlıdır, amma kəsimə də gedən içində quzular var. Tələsin, zəng vurun, bu gözəl quzuları əldə edin. Bunlar hal-hazırda kom satılır, yoxsa misal üçün müştərimiz var ki, izləyicilərdən zəng vurur, deyəcək, mən erkəkləri istəyirəm sırf. Elə satış var, qiymət fərqli olacaq. Yəni, belə deyək də, tutaq ki, 40 baş erkəkdirsə, zəng vurub 40 başı götürə bilərsiniz, 30 baş dişi